Sabahınız xeyir mi deyim, gecəniz xeyir mi deyim. Saat 5-dir. Və mən necəsə ilk gündən bu cinnikə 6 dəqiqə qabaqlamışam. Bəli, bu gündən etibarən bir həftə saat 5-də oyanmağı yoxlayacağam. Fikirləşdim ki, mən normalda gecə işləyən bir insanam. Yəni həvəs və fokus daha çox gecə toplanır. Ona görə dedim ki, 5-ə qədər oyaq qaldım. Ya da ki, yatdım 5-də durdum. Ne fark eder? Hətta daha da yaxşı olar deyə düşündüm. İndi oyandım. Özümə gecədən yazmışdım ki, nə edəcəm sırayla. Üzümü yuyum. Sonra yarımçıq qalan tasklarım var, hansı ki hər dəfə ertələyib baxmadığım. Onlara baxacağam. Bu müddətdə su içəcəm. Mən su vərdişlərini biraz kreatin içirəm, amma su içmirəm. Sonra qarın işləyəcəm biraz mat üzərində. Ondan sonra əgər tərləsəm duş alacağam, yemək yeyəcəm. İndi amma yerimi yığacam. Otaqda biraz istidir. Balkona biraz çıxıb dayanaram, nəfəs alım. Boğucu da hava otaqda. Necə uyandırım deyim ki, kravatı yığıram, qaşım. Gedəyim, mən 5-də durmuşam deyə o da məcbur deyil. Might fade. We put our hearts together. Bugün 100% ki üşüyərəm. Mən normalda üşüyürəm çox sürətli. Ona görə kapşonumu aldım. Bir şey haqqında danışacağam. Mənim əslində imtahan sessiyamda hal-hazırda. Mən qəbul oxuduğum üçün bizdə ildə, daha doğrusu semestrdə 5 gün, 6 gün ard-arda imtahan sessiyası başlayır. Fən sayından asılı olaraq, yəni neçə fən varsa o qədər gün ard-arda imtahan olur. Dün ilk imtahanımı verdim. Bugün də əslində ikinci imtahan günümdür. Fikirləşdim ki, imtahan sessiyası bitsin, bu challenge-a sonra başlayayım. Amma sonra fikirləşdim ki, əgər ertələdimsə bunu eləməliyəm. Çünki hiss elədim ki, ertələmə eləmişəm. O yaxşıdır. Yaxşıdır. Məsələn, mən hiss elədim ki, ertələdim. Ona görə dedim ki, nəyə görə ertələyirəm? Elə sabah başlayayım. Elə sabah başda imtahanda mı yuxum gələcək? Ya onsuz da həmişə gəlirdim. Çünki 5-ə qədər oyaq qalıram, sonra yatıram. Qoy ondan sonra belə gəlsin. Heç inanmıram ki, mənim bugün imtahanda yuxum gələcək. Qoluna köçür. The moody wind that once made us meet is blowing furiously down. Hazır bir şey getmişkən yeri yox, tez sürətli. Our back has lately been swaying. Onda başlayaq. Vüsal istəyir, bəli. Başqa istəyirsən ki, qardaşım. Xeyr, ancaq vüsal istəyir. 'Cause even when you're with me, your eyes are still strained. So if you wanna go, make it very quick. Demək olar ki, hamısını tamamladım. Vacib olanları və uzun vaxt alıb da hər dəfə ertələdiklərimi tamamladım. Qalanını da sabah səhərə və bugün axşama yazdım. İndi isə qaran məşq eləyəcək. Amma ondan əvvəl əynimi dəyişəcəm. Çünki pijamada tərləməyi istəmirəm və bu hissdən xoşum gəlmir. Maybe just a fluke. The wind will just give back the same way that it took. But then the house just won't be the same. This will be moaning. And crying your name. And I will hear your voice resound. Evdə hamı yatır. Buna görə səssiz işləməyə çalışıram. Amma məlum, blender barıb içəridə yəqin ki, elib gələrəm, yoxsa səs götürər halimi. Pişik də çəkməyimə icazə vermədiyinə görə səhər yeməyimin reseptinə baxmaq istəyirsinizsə, bundan əvvəlki videomda, gym vlogunda paylaşmışam. Oradan baxarsınız. If you wanna go, make it very quiet. Leave the door half open, don't turn on the light. I will see the note, lying on the stand. See the empty space and I will understand. Gəldim evə, keçim imtahandan. Amma acına ölürəm. Mən birinci dəfədir 5-dən durub. Birinci dəfə deyildir də 5-də durmağım.
Yok değil. Biz bir ara idmana gedirdik. Onda başka bir ofiste işləyirdim. İşe çatmaq üçün saat 5'te dururdum idmana gedirdim. Oradan sonra işe getirdim. Çünkü akşam olmurdu. Akşam başka derse gelirdim falan. Günüm ponu doluydu da. Ama uzun müddət keçib onun üstüne, ona göre elə bir vərdişim qalmayıb artıq. İndi anaya dedim mənə düyü qoyur. Hə. And if you wanna live, take good care of it. Maybe it's about time we try something new. Maybe for a while, maybe just a fluke. The wind will just give back the same way that it took. Hazırlaşdım, idmana gedirəm. I wonder if you miss me. It's been a long İdmandan gəldim, evdəyəm. Saat 11 işdi, 24 dəqiqə. Yuxum belə gözlədiyim qədər dəhşətli dərəcədə belə gəlmir ki, başım qoyan kimi yatacağam falan. Çöldə də dolu yağdı bir ara falan. Dolu yağış mənə dəyən kimi təbii ki çay istədim. Ona görə çay süzmüşəm. İndi çay içəcəm. Sonra çalışacağam yatmağa. O zaman səhər saat 5-də görüşərik. Bay bay. Sabahınız xeyir. Uyandım. Saat You can't send it back or keep it around. Maybe I'm wrong, maybe it's been too long, but I heard from someone that you're back in town. And if it's not too late, I can bring chocolate and maybe some roses too. 'Cause it's been a long year, but maybe you missed me. I think you might remember the words of that tune. So here's My love letter, entrusted to the weather. I ride across the waves and float through the clouds. And when it's delivered, do what you want with it. You can't send it back or keep it around. I never stopped. dünən sabah üçün yazdığım, yəni indi üçün yazdığım tasklara baxacağıq, eləyəcəyik və çay içəcəm. Playing in the background when the last night was finally spent. I was left with the memory of that chocolate scent. Ooh, the chocolate scent. İmtahanı çoxdan verib gəlmişəm. Yeməyi də yedim. Bugün də keçdim imtahandan. Qaldı bir dənə imtahanlarım. O da sabah deyil, birisi gündür. Və bugün yenə səhərdən yarımçıq qalan bəzi işlərimi görəcəm. Bir də istəyirəm ki, axşam biraz çıxım. Hazırlaşdım. İndi çıxıram, Rəşadla görüşəcək. Biraz fırlanacağım. Sonra qayıdacağam. You can't send it back. Keep it around. Durandan sonra yenə çayımı içdim. İşlərimi gördüm. Bugün ötən günlərdən biraz daha az həvəsim var idi, amma yenə də normal dururam. Hətta yatmağım da düzəlib, 11-də yatdım dünən sırağı gündə eynən. Amma belə baxıram ki, bu vlog hər gün eyni başlayır, eyni davam edir. Ona görə dedim ki, bugün biraz
az çəkim. Çünki dünən nə görmüsünüzsə bu gün eynisidir. Qısa özət keçsəm, bunu bir həftədən daha çox davam etdirmək istəyirəm. 5 olmasa da 6-7 ancaq oyanmaq istəyirəm. Həm çünki inkişaf saatlarında yuxuda oluram. Mənim ən böyük dərdim budur. Çünki mən idmana gedirəm deyə inkişaf saatları önəmlidir mənim üçün 12-3 arası. Həm də ki oyanıram. Necə ki gecə niyə hansı səbəbdən yatmıramsa, gecə yatıramsa, İşlərimi gecə saatda görürəmsə, səhər də eyni səbəbdən görə bilirəm. Yəni səssizlikdir, hamı yatır, rahat işləyə bilirəm, hava qaranlıq olur və s. Məsləhət verəcək olsam əgər bir neçə gün sınayın deyərdim. Həm havalar da işinməyə doğru gedir. Səhər havalar daha günəşli olacaq bundan sonra. Oyananda özünüzü daha yaxşı hiss edə bilərsiniz. Bu vloqdan bu qədər. Gözaltı qaralmalarım üçün nəsə önəriniz varsa yazarsınız kommentlərdə. Bye bye.